Değerli Avtoamerika saytının izleyicileri, her birinizi yeniden salamlayıram. Hoş gördük. Bugün sizlere Hyundai Kona'mızı təqdim edirəm. Buyurub baxa bilərsiniz. Hyundai Kona'mız 2019-cu ildir. Avtomobilimiz 2 doz mühərrikdir, benzindir. Ünvanımızı xatırladım. Daha önceden Avtoamerika Avtomobil Satış Mərkəzi, Bakı Avtomobil Satış Mərkəzi Avtosalon 23 avtomobildə burada yerləşir. Buyurub gəlib baxış keçirdə bilərsiniz. Avtomobil hakkında onu da hatırladım. 2018-ci il 2 doz mühərrikdir. Avtomobilimiz saz vəziyyətdədir, zəmanətdədir. Hyundai servisimizin rəsmi zəmanətindədir. Buyurub gəlib baxış keçirdə bilsəz. 137.000 kilometrlə yol gedib avtomobilimiz. Dostlar, bu avtomobilimiz artıq satışdadır. Amerikadan gəlsə də burada servisdə, Hyundai servisdə zəmanətdədir. 137.000 yol gedibdir. 3 il hələlik zəmanəti var. Buyurub gəlib baxış keçirdib, yoxlayıb avtomobili ala bilərsiniz. Hər birinizə arzu edirəm belə gözəl avtomobil qismət olsun. Bu artıq bizdə bir ildən çoxdur bizdədir. Satışda yox. Biz özümüz evdə idarə edirdik bunu. İndi isə satışa qoymuşuq. Beləliklə dostlar, hər birinizə belə bir avtomobil qismət olsun olmasını arzu edirəm. Avtomobilimiz 2.0 mühərrikdir. Avtomatik transmisiyadır. Oturacaqların isidilməsi və digər funksiyaları çoxdur. Onu da bir daha xatırladım. Avtomobildə zolaq tanıma, kör zona, distronik, hər bir şey var. Sizlərə qalır avtomobilə baxış keçirmək və yoxlatdırıb almaq. Yoxlatdırmaq da onu da deyim ki, avtomobil Hyundai servisdə zəmanətdədir. Hər yağ dəyişdikcə texniki baxışları, servis kitabçası qeyd olunubdur. Heç bir xərcə ehtiyacı yoxdur. Bugün gələn dövrdən heç bir xərc tələb etməyib. Avtomobil baxımlı avtomobil olubdur. 137.000 kilometrlə yol gedibdir. Kilometrləndir bu avtomobil. Buyurun dostlar, funksiyaları çoxdur. O yüzden sizlərə qalır ki, kimin üçün maraqlı olsa, geniş informasiya əldə etmək üçün bizə Avtoamerika saytı vasitəsilə və yaxud da YouTube, TikTok, Instagram səhifəsi vasitəsilə bizimlə əlaqə saxlayasınız. Geniş informasiyasını sizlərə çatdıra bilərik. Beləliklə bu avtomobil haqqında bu qədər qısa çəkilişlərin edirəm dostlar. Hər birinizə qismət olsun belə bir avtomobil. Bu isə artıq bizim salonda satışdadır. Salon ünvanı xatırladım. Avtomobil Satış Mərkəzi, Bakı Avtomobil Satış Mərkəzi Avtosalon 23-də yerləşir bu avtomobilimiz. Buyurub gəlib yerində baxış keçirdib avtomobili əldə edə bilərsiniz. O yüzden hər birinizin yolunuzu gözləyirik. Dediyim kimi heç bir xərcə ehtiyacı yoxdur. Təkərləri cəmi 10-12 min sürülüdür. Ondan artıq sürülməz. Avtomobil yanında xatırladım ki, Hyundai servisinin rəsmi zəmanətindədir. 3 il hələki zəmanəti var. Sizlər də buyurub gəlib yerində baxış keçirdib avtomobili almaq istəsəniz ala bilərsiniz. Qiyməti 28.000 manatdır, az endi. 2018-ci ildir. 19.000-dən gəlib, ancaq 18-ci ildir tex pasportla. Buyurun dostlar, bu avtomobil haqqında bu qədər. Hər birinizə bir daha təşəkkür edirəm. Baxdıqsa bəyənib paylaşmağı unutmayın. Sizə və dostlarınıza lazım olsa buyurub bizim ünvanda və digər avtomobillərimiz də var. Baxış keçirdə bilərsiniz və onu da xatırladım ki, istəsəz Amerikadan, Koreyadan, Avropadan, Çindən istənilən növ avtomobili bizim vasitəmizlə əldə edə bilərsiniz aksiyondan və saytlardan. Hər birinizə bir daha təşəkkür edirəm. Videoya baxdıqsa bəyənib paylaşmağı unutmayın. İstənilən avtomobili bizim sayt və səhifələrimizin adından zəng edib gələrkən xüsusi endirimləri olunacaqdır. Onu da xatırladım hər birinizə. Beləliklə sağ olun dostlar. Bir daha Avtosalon ünvanımızı göstərirəm sizlərə. Buyurub baxın. Avtosalon 23. Avtoamerika Google Maps-da yazsanız birbaşa sizi bura gətirəcəkdir. Hələlik dostlar sağ olun. Növbəti videolarda görüşərik. Təşəkkürlər bir daha.
daha.